Rekord. Bu hissə çox deyil və burada bizə çox tanış olan hissələr var. Mənim Pythonun vizuallar içində ən çox bəyəndiyim outlayerlər var. Biraz ona dəyəcəyik. Maksimum dərəcədə yenə qısalmağa çalışıram ki, sizi də yormayım. Ə, Deməli, mənim başqa bir datasetim də var əlimdə və bu datasetimi oxuyuram. Oxuyandan sonra mən bu datasetimi çağırıram və baxın. Burada adlar çox qəribədir. Biraz yəni bu nədir, bu nədir, bu nədir? Bu sütunların hər birinin adının, daha doğrusu hər birindəki dataların ə, mənası nədirsə, onları burada mən izahını yazmışam. Bu dataseti götürdüyüm yerdə bunun ingilis dilində açıqlamaları var idi ki, yəni bu məsəl üçün nə deməkdir? Yəni burada daha çox nə məlumatlar var? Məsələn, H sütununda 1940-cı ildən əvvəl tikilmiş evlərin payı var. Belə baxanda məsəl üçün amma H sütunu biz necə başa düşürük? Yaş kimi başa düşürük də. Bunun da adı niyə belədir? Bunu indi qabaqda görəcəyik ki, niyə belədir. Bu onun üçün belədir ki, biz sonra onun adını dəyişək. Yəni, müəyyən qədər əvvəlki dərslərimizə toxunmuş olacaq. Və biz birinci başlayanda nə edirik? Gedirik datamızı describe edirik, onun içindəki məlumatlarımıza baxırıq. Ə, və ondan sonra orada əgər hər hansısa bir null dəyərlər varsa, onlara baxırıq və korrelyasiyadan istifadə edirik. Dataseti sadəcə korrel yazanda oradakı müəyyən qədər bizə statistik məlumatların təxminən burada describe kimi bizə məlumatları vermiş olur və biz burada deməli, baxın bu sütun var, görürsüz. Bu sütunda nə idi bizdə? Bura qayıdırıq, baxırıq ki, Medif hədəfdir. Burada müəyyən qədər evlərin orta qiymətinin hədəfləri var və biz sadəcə onun korrelyasiyasına baxırıq. Sırf həmin sütundakı value'ların və orada müəyyən qədər bizə statistik məlumatlar verir. Və biz bu bir fiqur yaradıb orada korrelyasiyanı yadınızdadır. Biz bu belə deyək, heatmap'i keçəndə demişdik ki, heatmap daha çox korrelyasiyada istifadə olunur. Çünki korrelyasiya özü mənfi birdən bir arasında dəyərlər alır. Ona görə də daha çox bundan istifadə olunur və hər rənglər onun necə aralıqda elə bir paylanmasını göstərirdi bizə və onu vizual olaraq da belə görə bilirik. Ondan sonra biz nə edə bilərik? Bizim bu datasetimizin içində sadəcə bu üç dənəsini belə deyək, təyin edirik. Bu adda eyni ilə və sadəcə bu üçünə baxırıq. Bu üçünə baxandan sonra biz outlierləri dedekt edirik. Burada görürsüz, çox müəyyən qədər bir outlierlər var və həmin outlierlər 30-dan 40-ın arasındadır təxminən. Ondan sonra burada fikir versin hər birini ayrı-ayrılıqda. Biz datasetimizin içinə 3 dənə kolumuzu götürürük və həmin kolumda hər birini ayrı-ayrılıqda baxırıq ki, outlierləri necə görünür. Burada fikir verirsiniz, həm sol tərəfdən outlier var, həm sağ tərəfdən outlier var. Görün buradakı datalar necə pərakəndədir ki, həm yuxarı tərəfində var, həm aşağı tərəfində var. Yəni əslində bu daha belə çətin bir datadır belə baxanda. Çünki bir var hər şey normalda bir-birinə yaxındır. Məsələn də ortalama maaş alan insanların maaşları hamısı 1500, 2000, 1500, 2000. Təbii ki, orada müdirlərin maaşı çox olanda yuxarı olur da. Bu görün nə qədər şey məlumatdır ki, ya bir hissədə çox aşağıdır məlumatlar, ya da bir hissədə məsəl üçün çox bahalıdır. Əslində evlərin satqı qiyməti olduğu üçün bunun belə olması çox normaldır. Ondan sonra da biz digərinə də baxa bilirik və sonra biz nə edirik? Outlierlərimizi detekt eləmək üçün bir dənə kopyasını yaradırıq. E, Eyni datasetin kopyasını yaratmaq üçün sadəcə bostan.copy yazmağımız kifayət eləyir. Biz outlierlər tapanda yadınızdadırsa düsturlarımız nə idi? Q1, Q3 idi. Sonra onu tapandan sonra IQ yerini tapırdıq, low yerini, up yerini tapırdıq. Və ondan sonra müəyyən qədər onların lowerlarına, upperlarına baxırdıq və ondan sonra nə edirdik? Gedirdik drop outliers eləyirdi. Bu kodları çox dərinliyinə getmirəm, çünki biz buna bir neçə dəfə baxmışıq. Outlierləri də təmizləyəndən sonra vizual olaraq hər birinə belə baxırıq. Artıq görürsüz müəyyən qədər
Outlierlər daha çox belə deyim, bizdə cleaning olunmuş olub. Ondan sonra biz yenə də həmin datasetin kopyasını yaradırıq. Ondan sonra burada vizual olaraq da yəni baxırıq ki, bu dəfə bu üzrə kopya e, kopyaladığımız datasetin üzərində baxırıq outlierə. Ondan sonra həmin sütundakı kənarlaşmaları müəyyən edilmiş yuxarı həddə bərabərləyirik. Hansı ki biz yuxarıda artıq hesablamışdıq axı upper nədir, lower nədir. Ondan sonra bunu vizual olaraq belə baxa bilərik. Burada artıq görürsünüz ki, yəni outlierlər yoxdur. Ondan sonra digər üzrə də baxa bilərik. Həmin RM otaqların sayda otaqların həm yuxarı, həm də aşağı hədəflərini tənzimləyə bilərik. Ondan sonra vizual olaraq baxarıq və görürük ki, artıq burada yəni outlierlər yoxdur. Standart olaraq bizdə otaqların sayı olaraq datamız belədir. Və yenə indi həmin bu kopyaladığımızı təzədən kopyalayırıq. Ona uyğun outlierləri təmizlədikdən sonrakı dataya baxa bilərik ki, səhər bir gün məsəl üçün biz hər birinə ayrı-ayrı baxmaq istəsəydik, onda görə bunların adlarını 1-2 adlandırardıq ki, özümüz də bilək. Ondan sonra müəyyən qədər belə deyək, datalarımızı artıq modelə təqdim eləməliyik yaxı. Biz birinci özümüz datamızı cleaning edirik, təmizləyirik outlierlərdən, ondan sonra modelimizə tanıdırıq. Və və X, Y-ə tanıdırıq. Fikir versiniz, Y-ə tanıtdığımızlar həmişə numerik rəqəmlər olur. Və bu dəyişməz bir şeydir. Burada sadəcə biz datanın 20%-ni götürmüş oluruq. Mən bunu deyəsən mən yazdım bura. Ondan sonra yenə reqressiyamızı və Variable təyin edirik, fitini hesablayırıq. Ondan sonra predict edirik. Predict elədikdən də sonra hər birinə ayrı-ayrılıqda yəni baxa bilirik və müəyyən qədər də bizə dataları göstərmiş olur və bu bayaq yuxarıdakı baxdığımız kimi müəyyən bir metriklər var. Onların da hər birini eyni ilə hesablayıb baxa bilirik. Və artıq deployment hissəsinə gələndə də biz bu ən sonuncusunda datasetimizə baxanda neynirdi? Yeni bir dataset yaradırdıq. Əlimizdə hazır bir model vardı. Yeni yaratdığımız datasetdə artıq yəni o həmin yeni datasetdə nə isə birini götürüb predict eləyirdik ki, görək bizim üçün belə deyək, nə qədəri, yəni predict faizi nə qədərdir, müəyyən qədər ona baxmış ola bilirik. Və yəni bu dərs bu qədərdir. İnformasiya xarakterli olaraq yadınızda saxlasanız çox yaxşı olar. Ə, Nə vaxtsa boş vaxtınız olsa, biraz statistika oxuyarsınız, biraz data structure-a baxarsınız. Mən bizim vaxtımız həqiqətən çox qısadır. 5 ay uzun bir dövrdür. Amma data öyrənmək üçün həqiqətən qısa bir zamandır. Və biz hər gün deyil, həftədə 2 dəfə görüşürük müəyyən qədərdə. Yəni kurslar sadəcə istiqamət vermək üçündür. Amma mən əlimdən gələni elədim ki, Pythonda nələri bilirəmsə sizə müəyyən qədər göstərim, SQL-də də, BI-da da indi göstərəcəm düzdür. BI daha çox sizin təcrübənizə qalacaq. Çünki orada sadəcə mən sizə texniki tərəfini göstərəcəm ki, BI necə istifadə edə bilərsiniz. BI özü hər 1-2 aydan bir yenilənir. Microsoft-un məhsuludur deyə. Ora çox onun içində Copilot var. Copilotda çox qəşəng AI-lar var. Sizə hazır vizuallar verir. Kodları da qəşəng sizə yazır eləyir. Çox qəşəng vizual, yəni tooldur. O da daha çox məsəl üçün onu daha çox sizin üzərinizə düşür. Burada da yəni Pythonda maksimum dərəcədə bunları detallı olaraq sizinlə bölüşmək mənim üzərimə düşürdü. Mən də bütün experience-lərimdən necə analiz edə bilərsiniz, nələrə fikir verməlisiniz, bunların hamısını sizinlə bölüşməyə çalışdım. Ümid edirəm ki, faydalı oldu, olacaq. Nə vaxtsa həyatınızın başqa alanında da sizə ən azı məntiqli düşünməkdə kömək edəcək bu öyrəndiklərimiz. Biz ə, Python-u bitirdiyimiz üçün imtahan eləməliyik bu həftə. Sizə hansı gün saat 7 ya 8-in yarısı uyğundursa deyin, mən kursdan danışım ki, bir otaq ayırsınlar sizə.
Bu həftə deyəndə qarşımızdakı həftədə, yəni. Hə, çünki gələn həftə 6-cı gün artıq biz Poberbiyə başlamalıyıq. Hə, aydındır. Üçüncü gün, dördüncü gün sizə hansı gün rahatdır? Normalda dərsimiz ikinci gün idi, amma e, istəsəz üçüncü, dördüncü gündə hansı gün sizə daha çox uyğun olar? Bir dənə özünüz öz aranızda qərarlaşın. Mənə sabah qrupda deyərsiniz, mən birinci gün Rəqsanə xanımla danışacağam. Sualı çox çətin olmayacaq. İnternetdən mən deyəcəm sizə toxunmasına nə qədər istəyirsiniz istifadə eləyin. Son iki dərs ümumiyyətlə olmayacaq. Əsasən Suallar nə barədə olacaq ki? Yəni bir bir data data seti olacaq. olacaq. Hə, bir dənə data seti Hı. olacaq. Biz əsas 4 dənə kitabxana keçdik də. Pandasdan data setimizi oxuyuruq. NumPy-dən, Matplotlib-dan istifadə edirik. Riyazi hər hansı bir əməliyyatlar eləyiriksə, datamızı cleaning eləyirik. Sonra vizuallaşdırırıq Seaborn-dan. Vizuallaşdıranda da outlier-imiz varsa, hə onu yəni outlier-lərimizi drop eləyəcəyik. Və sonda bir dənə əlinizdə olan dataseta uyğun olaraq sadəcə predict eləyəcəksiniz ki, yəni bu nəticədə nəyi gördünüz? Yəni bu datasetdə bunları eləyəndə yadınızdadır, bundan əvvəlki 2 dərs ard-arda, 3 dərs hətta ard-arda biz vizuallaşdırandan və sair sonra aşağıda bir insight çıxardırdıq ki, biz datamızı cleaning elədik, vizuallaşdırdıq. Yəni buradan nə görürük? Çox çətin olmayacaq. Aydındır. Mən mən sizə sertifikat vermirəm, eləmirəm də. Yəni bu sizin öyrəndiklərinizi bir növ təkrar eləmək üçündür. Bu bir yəni sertifikat imtahanı deyil. Çətin olduğunu düşünəsiniz. Sadəcə SQL-də necə idi? Bildiklərimiz elə bu dərsdə yazdıqlarımız tip suallar idisə, bu da mən sizə task göndərirdim Python-da. Aha. Data oxuyurduq, cleaning eləyirdik, vizuallaşdırırdıq. Yəni bu da elə olacaq. Amma mən çalışacağam hər ikinizə ayrı dataset verim. Əgər elə uyğun dataset tapmasam, ikinizə də bir dataset göndərəcəm. Yəni sualları da detallı göndərəcəm. Ev tapşırığı necə göndərirdimsə. Bir Okey. də Oldu mənim. kiçik bir test hazırlayacağam. Rəqsən xanıma deyəcəm çıxardıb verər sizə orada vərəqləri də. Mən sizə Pythonla danışanda bağlı. mən sizə danışanda verdiyim bu punktlarla bağlı ki, onları unutmayaq. Hansı ki qeydlər edirdiniz Test. sizə. Aha. Okey. Çünki Yəni unutmayacaq. nəzəri hissədən test. Nəzəri deməyim, elə məsələn də adi ə, datanı birinci məsələn analiz eləmək üçün nə etməliyik? Okey. Yəni bu tip şeylər ki, bunları da yadımızdan çıxartmayaq. Bəlkə Oldu eləməyə də müəllimə. bilərəm. Düşünəcəm, amma istəyirəm onu da eləyim. Sonra demədi, deməmiş olmayım. Siz Mən dördüncü gün olsa daha okey olar. siz qərarlaşın Azərlə bir yerdə də. Özünüz iki nəfər danışın, mənə bir dənə uyğun Nə vaxtı fərqi deyərsiniz. yoxdur. Xəta oldu. Azərə heç nəyin fərqi yoxdur. Həmişə xəta. Sən çox şanslısan ki, Azər kimi kurs yoldaşın var. Kursu bitirəndə Hə, Azərə nəsə valla. hədiyyə almalısan. Düz demirəm, Azər, sən bir hədiyyəni haqq eləmisən. Yox, mən nə hədiyyə stafıldı, o nə deməkdir? Normalda kursda məsəl üçün də biri deyir ki, mən bu saatda Mənə bu istəyirəm uyğun deyil, dərs bu olsun. uyğun. Hə, də yəni də sənə uyğun deyilsə mənə də uyğun deyil. Həmişə belə qırışmalar olur da. O cəhətdən Xətay çox şanslısan ki, Azər kimi kurs yoldaşın var. Ta Hə, özümü hiss demirəm edirəm. onsuzdur. Özümü demirəm onsuzdur. Yəni siz də elə bütün kurs demək olar ki, Pythonda ən çox Pythonda olub da yer dərslərin vaxtını dəyişdirdik də. Elə siz də Azərdən geri qalmazda razılaşırdınız, yəni bu müsbət cəhətdən deyirəm. Siz iki nəfərsiz deyə sizlə razılaşmaq çox asandır da. Həm də həqiqətən insan olaraq yaxşı uşaqlarsınız. Həqiqətən insanlar olur, mən görmüşəm, qarşılaşmışam da o qədər belə qəribə, tərs bir-birini anlamayan, yəni